Ramiz Mehdiyevə toxunmamaq olmaz ki, siz də toxunmusunuz son Facebook paylaşımınızda. Yəni Ramiz Mehdiyev ətrafında durumu belə xarakterize eləmək olar ki, hər şey var, amma heç nə yoxdur. Hər şey var o mənada ki, az qala bütün cinayətlər onun artıq boynuna yükləndi, amma ortada rəsmi açıqlama yoxdur. Və siz bunu belə təqdim edirsiniz ki, susmaq razılıq əlamətidir. Yəni dövlət susmaqla göstərikə doğrudan da biz onu ittiham edirik, eləmi? Baxın, dövlət susmayıb Mahir bəy. Əvvəla haqqında, onun cinayətləri haqqında məlumatlar dövlətə yaxın kanallarda gedir, yarı rəsmi. Yəni indi APA nə qədər müstəqil o informasiya agentliyidir, bu mübahisəyə açıqdır da. Yəni bu dövlətə bağlı, dövlətə yaxın bir informasiya agentliyidir. Ona mən həmişə yarı rəsmi o informasiya agentliyi demişəm, o cürə də baxmışam. Orada gedir və dövlətin heç bir qədəməsi onun o doğru olmadığını iddia eləmir, yəni susur. Bu nə deməkdir? Bu o deməkdir ki, onunla razılaşır. İndi biz əgər bir başqa adam haqqında deyək ki, o cür cinayət işi açılmayan adi bir hətta JET müdürü haqqında desək ki, bu vətənə xəyanət eləyibdir, bu vətənə xəyanətdə ittiham olunur, bu vətənə xəyanət maddəsi ilə həbs olunma təhlükəsi ilə qarşı-qarşıyadır. Nə olardı? Bunu mütləq hüquq mühafizə orqanları, məhkəmə sistemi ya təksib eləyərdi və yaxud bir o dövlət qurumlarının biri gələrdi bizim qolumuza o bir qandal vurub aparardılar ki, sən niyə təxribatla məşğulsan? Bu boyda həngamə, bu boyda o sözlər gəzir, dolaşır və heç bir reaksiya yoxdur. Üstəlik, orada adı çəkilən cinayət heç də bir nəfərin yaxud 5 nəfərin hazırladığı cinayətdən də söhbət getmir. Orada söhbət ondan gedir ki, Rusiya buradakı 5-ci kolonun nümayəndələri ilə əlaqəyə girib Azərbaycanda dövlət çevrilişi eləmək istəyib. Bu nə deməkdir? Bu Rusiyanı Azərbaycanda öz qonşu dövlətində beynəlxalq hüquq normalarına uyğun olmayan əməllər, hərəkətlər etməkdə günahlandırmaq deməkdir. Rusiya da bu haqda susur. Halbuki Rusiya susmamalıdır. Deməli, burada həqiqətən də ciddi nəsə bir şeylər var. Və bu ciddi şeylər niyə indiyə qədər açıqlanmır? Məsələn, sizin sualınız budur. Siz deyirsiniz, burada bir haşiyə çıxaq. Deməli, deyirsiniz, Rusiyada susur. Amma yəni hələ bir ortada axır rəsmi, özünüz deyirsiniz ki, rəsmi açıqlama yoxdur Ramiz Mehdiyevin xəyanəti ilə bağlı, hansısa dövlət işləməsi ilə bağlı. Bu halda Rusiyanın susması təbiidir. Təbii deyil, xeyr. Deyirəm, APA yarı dövlət strukturudur. Üstəlik, onu da boş verin. Siz bilirsiniz ki, Ramiz Mehdiyevin vəkili dünənləri bir açıqlama verdi. Nə dedi? Dedi ki, Ramiz Mehdiyev haqqında cinayət işi avqust ayından. Ay sağ olun, mən elə o nöqtəyə gəlmək istəyirəm. Bizim günlərdə müzakirə etdiyimiz bir önəmli detal var idi ki, güya düşənbədə Putin Ramiz Mehdiyevi satıb, onunla bağlı dosyeləri çatdırıblar İlham Əliyevə və İlham Əliyevin təhlükəsizlik xidmətinin rəhbərinə. O nöqtəyə gəlib çatdı ki, doğrudan da bu yanlışdır, belə bir şey olmayıb. Mən keçən dəfə bu sözümü burada demədim. Dedim ki, belə bir informasiya yayılır, bu yalandır. Putin öz agentini o Azərbaycana verməz. Bu niyə Azərbaycana verməz? Təkcə Azərbaycan məsələsinə görə deyil. Burada bir məqamda var. İstərdim Heydər bəy fikirlərinizi yadınızda saxlayın, unutmayın. Telefonu da qoyun qırağa, zəhmət olmasa yenə kökləndiniz telefona. Su için, fikirlərinizi toparlayın. Deməli, sabiq spiker Rəsul Quliyev bu məsələyə çox maraqlı şəkildə bildirib ki, mən Putin tərəfindən satıldığına inanmıram Ramiz Mehdiyevin. Çünki o özü KGB-də olub və onlar heç vaxt agentlərini satmırlar. Çox ehtimal ki, bizim təşkilatlar uzun müddətdə onun izinə düşüblər və nəhayət ilişdiriblər. Yəni, Putinin satması versiyasını qoyaq bir kənara. Putin necə sata bilər sonunda? Bizimkilər onun izinə düşüblər, onu ifşa eləyiblər. Bu ifşa olunan materiallar ola bilər ki, düşənbədə Putinə təqdim olunub. Putin də fakt qarşısında qalıb. Və ya sadəcə olaraq İlham Əliyev Putin ağzını arayıb, belə demək mümkün. Yox, yəni burada hamısı Putinin qabağına qoyulubdur. Ümumiyyətlə, belə bir şey var. Heç kəs öz agentini satmaz, öz cəsusunu satmaz. Amma heç kəs ifşa olunmuş cəsusunu da saxlamaz. Yəni, izah eləyə bilirəm, onu mütləq kənarlaşdırar, oyundan kənar vəziyyətə salar, onu başqası ilə əvəz eləyər. İndi Putin də fakt qarşısında qaldığına görə bu adamı
uzaqlaşmaq, özündən kənarlaşdırmaq və yaxud cəzalandırmasını təşkil eləmək və yaxud cəzalandırmasını xahiş eləyə bilər İlhamdan. Niyə? İlham Əliyevdən. Niyə? Çünki o adam öz işini yaxşı görmədiyinə görə, öz funksiyasını yaxşı yerinə yetirmədiyinə görə təbii ki, cəzalanmalıdır və üstəlik bunun cəzalandırılmaması Putin tərəfindən bunun cəzalandırılması olmaz demək nə deməkdir? Putinin İlham Əliyevə o sözü deməsidir ki, mən səni devirmək istəyirdim və devirəcəyəm deməkdir. Yəni Putin bunu deməməli idi təbii ki. Ona görə də o cür faktlar vardırsa, buyurun cəzalandırın kimi bir anlama gələn bir fikir söyləyə bilər. Amma bütün bunlar nə zaman baş verə bilər, nə zaman baş veribdir, o da dünən açıqlandı. Məlum oldu ki, avqust ayından onun evində axtarışlar aparılması haqqında qərar qəbul olunubdur. O izlənməyə alınıbdır. Onu izləyiblər və bir çox materialları, bir çox dəlilləri, sübutları toplayıblar və təbii ki, İlham Əliyevin qarşısına qoyublar. İlham Əliyev də ola bilər ki, bunu Putinin qarşısına qoyub, Putin də faktla razılaşır. Aha. Mən onu bir qədər təfsilatını açım. Deməli, Səbail rayon məhkəməsinin 13 avqust 2025-ci tarixli qərarı var. Qərarda deməli Ramiz Mehdiyev ətrafında kompleks əməliyyat texniki tədbirlərin keçirilməsi nəzərdə tutulur və həmin tədbirlər təxminən 2 ay, 1 gün davam edib və oktyabrın 14-də artıq Ramiz Mehdiyevlə bağlı məlum ittihamlar açılandı. 2 ay, 1 gün istintaq məhz Ramiz Mehdiyevi izləmək, axtarış aparmaq, cinayətlərin üzrə çıxarmaq və ilaxır və s. ilə məşğul olub. Yəni, indi burada nə var? Əgər bu istintaq hələ tamamlanmayıbsa, həqiqətən də onun yayılması, indi deyək, bəzən yayır bizim hökumət orqanları, hüquq mühafizə orqanları, amma bunu düz eləmirlər yayırlar. Niyə düz eləmirlər yayırlar? Çünki bu istintaq tamamlanmalıdır ki, sən hər şeyi təfsilatı ilə əldə eləyəsən, məlumatları əldə eləyəsən və onu tədricən açıqlayasan. Üstəlik, məhkəmə qərarı da yoxdur. Məhkəmə qərarı olmayan bir cinayət işini, özü də o cinayət işini ki, adamın vətənə xəyanətindən söhbət gedir, dövlət çevrilişinə cəhdindən söhbət gedir, olduqca ciddi iddiamlarla dolu bir prosesdir və sən onu açıqlayırsan cəmiyyətə, hələ bu hüquqi qiymət almadan, üstəlik istintaq prosesi tamamlanmadan bunu açıqlamaq olmaz. Və bu səbəblərdən sadəcə biridir. Və niyə bunu açıqlamır? Çünki, bax, görürsünüz, Ramiz Mehdiyev artıq öz vəkillərini hərəkətə keçirib, o vəkillər o cinayət işində o müxtəlif səhvlər, o nöqsanlar axtarırlar və bu da bir nöqsan kimi istintaq prosesinə kölgə sala bilərdi. Bu bir səbəbdir. İkinci bir səbəb nədir? Təbii ki, bunları açıqlamamaqla və yaxud müxtəlif media qurumlarına, özlərinə yaxın media qurumlarına informasiyalar sızdırmaqla o istintaq nəyə nail olmaq istəyib? Ramiz Mehdiyevin ətrafında toplanan həmən o çete, əgər vardırsa, yenə deyirəm, bu məhkəmə hökmü olmadığına görə biz bu haqda tam dəqiq danışa bilmirik. O çete bir təşviqə düşsün, öz əllərindəki dəlilləri yox eləməyə çalışsın və bununla da o radara düşsünlər. Yəni, bu da var. Üçüncü, ən mühüm məsələlərdən biri budur ki, Rusiya burada amili vardır. Rusiya amilinə görə Azərbaycan bəzi məsələlərin üstünü aça bilmir, açmaq istəmir. Açarsa, Rusiya ilə aramıza bir ixtilaf girər. Təzəcə qutarıbdır bu ixtilaf, yeni bir ixtilafın girməsi. Və siz də onu heç cür istəmirsiniz ki, aramızda ixtilaf olsun, aramızda mən istəyərəm ki, olsun, amma mənim istəməyim azdır da. İlham Əliyev bunu istəməz. Niyə? Çünki mənim bir dənə öz canım var, o canıma cavab deyəm. İlham Əliyev 10 milyon insanın canına cavabdehdir. Ona görə İlham Əliyev fikirləşir ki, yəni yəqin ki fikirləşir, mən onun adından danışmaq istəmirəm. Fikirləşə bilər ki, mən bu 10 milyon insanı nətər təhlükəyə atım. Yəni bu məsələlər var. Ola bilər ki, bu Rusiyada tamamilə fərqli bir o assosiasiya yaradar və Azərbaycana qarşı o təzyiqləri, hətta o belə deyək, Azərbaycana qarşı o təcavüzkar o siyasət həyata keçirər. Ramiz Mehdiyev məsələsi çoxlarını didan-vidana saldı. Yəni, bir çox, haçansa onunla yolu kəsişən, salam verən, məclisdə əyləşən və ilaxır və s. Minlərlə mən hətta deyərdim. Adam indi məhz Ramiz Mehdiyevə yox, Prezident İlham Əliyevə sədaqətini sübut etməyə, göstərməyə, bununla bağlı faktlar ortaya qoymağa çalışır. Eşitdiyimə görə Ramiz Mehdiyevlə birgə videoların, şəkillərin silənlər var, hər cür əməldən çıxanlar var ki, yəni karyerasında Ramiz Mehdiyevin
izi silinsin karyerasından, belə bir informasiya olmasın sosial şəbəkələrdə və ilə axır və s. Çünki faktiki Ramiz Mehdiyev xalq düşmənidir, dövlətə xəyanət eləyib, dövlət çevrilişinə cəhd eləyib və ilə axır və s. Mən hansı nöqtəyə gəlmək istəyirəm, Heydər bəy? Ayrı-ayrı deputatlar Ramiz Mehdiyev gündəmdə ikən ADP sədri Sərdar Cəloğlu'na hücuma keçiblər. Qüdrət Həsənquliyev, sonra Elçin Mirzəbəyli və nəhayət bugün, səhv eləmirəmsə elə bugün məhz mən yeni bir yazıda oxudum. Elşən Musayevin yazısı ki, o vaxtilə Ramiz Mehdiyevi böyük strateg adlandırırdı və APA'nın saytında, APA'da yer alan yazıda da Elşən Musayevin o böyük strateg ifadəsi xüsusi vurğulanıb, amma deyəsən onu təksib etmək əvəzinə ki, niyə böyük strateg deyirdim, heç olmasa indi artıq o sözdən imtina edirəm, onun əvəzinə Sərdar Cəloğlu'na hücuma keçib. Sərdar Cəloğlu'na hücuma keçmək bir sifarişdir. Bu çox aydın şəkildə görsənir. Bu sifarişin arxasında kim durur? Açığı mən hesab edirəm ki, bu sifarişin arxasında elə Ramiz Mehdiyevin özü, Moskva agentura şəbəkəsi durur. Burada məqsəd Sərdar bəyi də biraz təliyə salmaqdır. Yəni Sərdar bəyi biraz oyuna gətirməkdir. Sərdar bəy istər-istəməz bu sözləri təksib eləmək üçün o müxtəlif fikirlər irəli sürəcək və sürür də və dolayısıyla belə çıxır ki, Ramiz Mehdiyevi müdafiə edir. Halbuki Sərdar Cəloğlu'nu sizdən, məndən yaxşı tanıyan yoxdur bu ölkədə. Sərdar Cəloğlu həmişə Ramiz Mehdiyevə qarşı olubdur. Bunu tək bizlə söhbətlərində yox, efir vasitəsilə də deyibdir. İndi orada bir dənə yazı yazıbdır nə vaxtsa 2013-cü ildə, 12 il bundan qabaq. O yazıda söhbət nədən gedir Mahir bəy? Söhbət ondan gedir ki, o Ramiz Mehdiyev o zaman bir məqalə yazmışdı. O məqalədə Şah İsmail Xətai haqqında, tək Şah İsmail Xətai deyildi, orada çox məsələlərdən bəhs edirdi. Şah İsmail Xətai haqqında dediyi fikir bu idi ki, Şah İsmail Türk oğlu Türkdür. İndi Ramiz Mehdiyev vətən xainidir. İndi bunu hamımız bilirik. Sərdar Cəloğlu bunu hamıdan yaxşı bilir. Özü dəfələrlə Ramiz Mehdiyevin Azərbaycan dövlətçiliyi qarşısında elədiyi fitnəkarlıqlardan dəfələrlə danışıbdır. Məsələ bu yaxınlarda elə sizə verdiyi müsahibədə nə deyirdi? Deyirdi ki, biz İlham Əliyevlə danışmışdıq, razılaşmışdıq, yəni vasitələrlə, vasitəçi vasitəsilə danışmışdıq. O razılaşmışdıq, Azərbaycanda demokratikləşmə olacaqdı, Azərbaycanda müxalifət partiyaları da parlamentdə yer alacaqdı. Ramiz Mehdiyev o zaman xəstələnmişdi, ona görə mane ola bilmirdi, birdən bu sağaldı, gələn kimi bu layihə iptal olundu, belə deyək ki, o tarixə keçdi. Yırtıldı, atıldı zibil qabına. İndi bu nə deməkdir? Bu o deməkdir ki, Ramiz Mehdiyev Azərbaycanda o özünün agentura şəbəkəsindən başqa heç kəsi o parlamentə buraxmaq istəməyib də, düzdürmü? Bunu deyən kimdir? Sərdar Cəloğlu. İndi bu günlər Sərdar Cəloğlu'nu Ramiz Mehdiyevin tərəfdarı kimi ittiham eləmək, özü bunu kim ittiham eləyir? Bax, deyirsiniz ki, adların çəkisiz bəzilərinin, onların özü Ramiz Mehdiyevlə çox yaxın münasibətlərdə olublar, hətta bəlkə indi də münasibətlərdədirlər. Yəni, onların qalxıb Sərdar Cəloğlu'nu Ramiz Mehdiyevlə bir yerdə çəkməyi, o ikisinin adını həqiqətən də gülüncdür, gülünc. Amma indi burada bir başqa şey var. Ramiz Mehdiyev orada səhv deməyib ki, düz deyibdir. Deyək ki, bir əzlafın biri, cinayətkarın biri, Allah vardır deyəndə biz onu inkar eləmək üçün deməli ki, Allah yoxdur. Və yaxud ona haqq verəndə ki, sən düz deyirsən, Allah var, sənin də Allahın olsun, bir namusun, qeyrətin olsun, namus, qeyrət Allahdan gələn ilahi bir mesajdır. Bunu deyəndə biz oluruq kafir, biz oluruq o həmən cinayətkarın tayı, həmən cinayətkarı müdafiə eləyən oluruq. Cinayətkarı müdafiə eləmək ayrı şeydir, cinayətkarın fikrini müdafiə eləmək ayrı şeydir. Yəni bunlar fərqli şeylərdir. Məsələn, vəkillər o cinayətkarın hüququnu müdafiə eləyir. Amma bu demək deyil ki, onu müdafiə eləyirlər. Sadəcə onun hüququnu müdafiə eləyirlər. İndi bu adamın Ramiz Mehdiyevdə bir fikir deyib, bu fikir doğrudursa, biz Ramiz Mehdiyevə qarşı olduğumuza görə deməliyik ki, bu fikir yəni belə deyək ki, səhvdir. Axı doğru deyir. İndi mən Ramiz Mehdiyevə həmişə qarşı olmuşam. Onun mənə şeir əsr eləmişsiniz. Şeir də həsr eləmişsiniz. Hətta şeir həsr eləmişim. Burada da qızlar deyir ki, Ramiz Mehdiyevə şeir həsr eləmişsiniz, bizə şeir həsr eləmişsiniz. Mən hamısına bir yazacağım şeiri. Söyləyirəm. İndi Ramiz Mehdiyev haradasa nəyisə düz deyibsə, mən də buna düz deyir də kişi və yaxud vətən xaini və yaxud
əzlaf adam bunu düz deyir deyəndə mən Ramiz Mehdiyevi müdafiə edirəm. Lordla şoru bir-birinə qatmaq olmaz. Lordla şoru ayırt eləmək lazımdır. Başa düşmək lazımdır ki, bu adam nə deyir? Adamı elə məcbur eləyirlər ki, adam da qalxır istər-istəməz özünü müdafiə eləyəndə belə çıxır ki, Ramiz Mehdiyevi müdafiə eləyir. Halbuki onun məqsədi və sizdə dünənləri o açıqlama verdi Sərdar bəy. Onun məqsədi orada nə idi? Onun məqsədi orada Ramiz Mehdiyevin o fikri doğrudur deməkdir.